إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدى هدى محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, bayram günlərimiz hələ ki davam edir. Bu gün həm cümə günü, həm də gözəl, mübarək Qurban Bayramı gününün 3-cü günüdür. Bu günlər barədə Allahın Resulü sallallahu aleyhi ve sellem buyurur: Eyyamut teşriq, eyyamu eklin ve şurbin ve zikrillahi azze ve celle. Buyurur Allahın Resulü sallallahu aleyhi ve sellem, teşriq günləri yani Zilhiccə ayının 11-i, 12-si və 13-cü günlərdir. Bu gün Zilhiccə ayının 12-ci günüdür. Deyir ki sallallahu aleyhi ve sellem, təşriq günləri yemək və içmək günləridir və Allahın zikr edildiyi günlərdir. Fikir verin, bir siyaqda Allahın Resulü sallallahu aleyhi ve sellem yemək içmək və bunun müqabilində də Allahın zikr edildiyi bir günlər olaraq deyir sallallahu aleyhi ve sellem. Yəni görün, Rəbbimiz şəriət qayda qanunları ilə bizləri necə tənzimləyir. Bayram etmək, yemək içmək, deyib gülmək, bunları Rəbbimiz bizə qadağan etmir. Əksinə, bu bayram günlərində mübah olan şeyləri daha da genişləndirir bizlər üçün. Lakin bunun yanında bizlərə mühüm bir qayda qoyur və deyir ki Allahın Resulü sallallahu aleyhi ve sellem eyni zamanda yemək içməklə yanaşır və Allah'a zikr edilən günlərdir. Yəni ki, yemək, içmək, gəzib dolanmaq, deyib gülmək bizləri Allah'a zikr etməkdən yayındırmamalıdır. Allah'a zikri tərk edib qafillərdən olmamağımız üçün şəriətimiz bizə bax bu qaydanı qoyur. Yəni, bunun həddini qoyub bizə. Yoxsa ki, həmin o qafillərdən olub Allah'ı unudan şəxslərdən hesab edilmiş olaraq. Əgər zikri unutsaq, o qafillər ki Allah subhanahu onların barəsində buyurur: وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَهُمْ. Allah Teala buyurur, kafirlər zövq alarlar. Yəni dünya həyatından zövq alarlar. Heyvanlar kimi yeyib içərlər, onların məskəni cəhənnəm odudur. Görün, heyvanlar kimi yeyib içmək nə deməkdir? Yəni bu sadəcə forma bənzərlikdirmi, yoxsa daha dərin mənalı? Əlbəttə ki, daha dərin mənalı. Nə deməkdir heyvanlar kimi? Yəni, yeməyə başlayanda Bismillah deməzlər. Allahın adını çəkməzlər. Yemək bitəndən sonra söhbət o qafil olan kafirlərdən gedir. Allahı unudanlardan. Yeməyi yeyib bitirəndən sonra yenə Allaha həmd etməzlər. Üzərində olduqları neyməti Allah'tan görməzlər.
təbiətin getirdiyi bir məhsullardır deyərlər. Həmin nemətlərlə Allaha şükür edib Rəbbilərinə ruku və səcdə etməzlər. Yəni Allaha şükür əlaməti olaraq bu nemət müqabilində ruku və səcdə etməzlər. Həmin nemətlərdən istifadə edib haramlara gedərlər. Həmin nemətlərdən istifadə edib Allaha itayət və ibadət etməzlər. Həmin nemətlər də özlərində olan nemətlərin başqalarında da olmasını istəməzlər. Bax budur heyvanlar kimi Allahın dediyi. Heyvanlar kimi yeyib içərlər. Amma bunun müqabilində Allah subhanahu wa ta'ala möminlər barədə deyir ki وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا. Allah Teala buyurur, onlar, yəni həmin möminlər özləri istədiyi şeylərdən yemək, içmək, özlərində olan nemətlərdən miskinə, yəni kasıba, yetimə və əsir olanlara da yedirdərlər. Və deyərlər ki, biz sizləri yalnız Allaha görə yedirdik. Allah xatirinə, Allah üçün sizlərdən nə bir mükafat, nə də bir təşəkkür istəmirik. Həmsinin o kafirlərin müqabilində yemək içməyə başlarını qatıb Rəblərini unutan kafirlərin müqabilində Allah subhanahu ta'ala möminlər barədə buyurur. Ricalun la tulhihim ticaretun və la bey'un an zikrillahi və iqamis salati və itaiz zəkat. Allah Teala buyurur, o kişilər ki nə ticarət, nə alış-veriş və yemək içmək də bura dolayısıyla daxildir. Çünki alış-veriş ticarətdən məqsədlərdən birisi də insanın istədiyini yeməsi, istədiyini geyinməsi, istədiyi yerdə gəzib dolaşmasıdır. Allah Teala ümumi bir cümlələrlə, kəlmələrlə qeyd edir bunu. Deyir ki, o kişilər ki, nə ticarət, ticarətin heç bir növü, nə alış-veriş, onları Allah'a zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Görün, Allah subhanahu ta'ala bu ayədə necə tərtiblə qeyd edir. Baxmayaraq ki, namaz qılmaq Allah subhanahu ta'lanın zikirdən ibarətdir başdan sona qədər. Və özülə namaz ən böyük zikirdir. Namaz ən böyük zikirdir. Lakin namazdan öncə Allah ta'ala deyir ki, o şəxslər ki, onları, yəni bu şeylər Allah'ı zikirdən, Allah'a zikir etməkdən və namaz qılmaqdan. Yaxşı, namaz qılmaq axı zikirdir. Niyə ondan öncə Allah Teala zikri yenə qeyd edir xüsusi olaraq? Allah'a zikr etməkdən. Yəni ki, onlar namazdan öncə Allah da düşünərlər. Allah'ı xatırlayan və Allah'ı xatırlamağı istəyərlər. Allah'ı xatırlamağı istəyərlər. Yaradılış barədə düşünərlər. Axirət barədə düşünərlər. Görəsən mən vəzifəm, borcum nədir? Öləndən sonra nə olur? Öləndən sonra hara gələcəm? Mənim həyatımda hara gələcəm? Yəni bunların hamısı zikirdir. Və namaz həmin bu zikrin bir səmərəsidir, nəticəsidir. Demək ki, namaz qılmayan insanlar bundan öncə Allah barədə düşünmürlər. Allah'ı xatırlamırlar. Ahireti düşünmürlər. Öz həyatlarının aqibətini düşünmürlər. Mən bu həyatımda kimə borcluyam? Mənə bu həyatı verən kimdir? Bunun müqabilində borcum, vəzifəm nədir? Öləndən sonraki həyatım nədir? Bu düşüncələrin olmaması onları namazdan uzaq salır. Lakin bu düşüncələr davamlı şəkildə olduğu zaman səmərəsi, nəticəsi namazdır. Ona görə Allah Teala zikri namazdan öncə qeyd edir. Onları Allah'ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Bax, biz də həmin kişilərdən olmalıyıq. Allah Teala onları kişi olaraq adlandırır, qeyd edir. Bəli, bizim bayramımızdır. Bizlər yeyib içəcəyik. Bizim bayramımızdır. Bizlər əylənəcəyik.
ailəmizlə bərabər, qohumları ziyarət edəcəyik, qardaşlarımızla bərabər vaxt, gün keçirəcəyik bu bayram günlərində. Mübahlardan istifadə edəcəyik. Lakin namaz vaxtı gəldiyi zaman namazımızı qılacaq. Heç bir əyləncə, heç bir ləzzət, hansı səviyyədə olursa olsun, namaz vaxtı gəldi mi, bizi namazdan yayındıra bilməz. Tərk edəcək bütün o əyləncəni, o ləzzəti, nə olursa olsun, gedib namazımıza duracaq. Bizi zikirdən yayındırmaz, oturub zikirlərimizi edəcək. Bəli, bayramlardır, bayram günüdür, yiyəcək, içəcək, danışıb gülürük, sevinəcək, amma əsla və əsla haramlara yol verməliyik. Bayramdır deyib musiqi dinləməliyik. Haram məclislərə getməliyik. Yalan danışmaq, haram şeylərdən qidalanmaq. Budur əsl bayram. Yəni biz yemək və içməklə bədənimizi qidalandırıb, ruhumuzu, mənəviyyətimizi heç vaxt unutmarıq. Zikirlərlə, ibadətlərlə də mənəvimizi, ruhumuzu qidalandırarıq. Aqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəiril muslimin və kulli zəm fəstəğfiru innəhu huvəl ğafurur rahim. الحمد لله حمدا كثيرا طيبا مباركا فيه كما يحب ربنا ويرضى وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد اللهم بارك على محمد وعلى آل محمد كما باركت على İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Əziz qardaşlar, bu bayram günü olduqca gözəl və əzəmətli bir gündür. Və qurban kəliməsinin mənalarından yaxınlaşmaq və fəda etməkdir. Yaxınlıq, yaxınlaşmaq və fəda etmək. Belə ki, sən malından, pulundan, vaxtından, gücündən sərf edib, fəda edərək, Allah yolunda qurban kəsərək və bu şeyləri edərək Allaha yaxınlaşmış olursan. Deməli, Allah üçün etdiyin, fəda etdiyin bütün bu əməllərin, qurban kəsməyin, yeyib, içməyin, Allah üçün, Allahı zikr etməyin, Allahı xatırlamağın, bütün bunların hamısı Allah subhanahu wa ta'ala yaxınlıqdır. Səni Allah azze ve celle yaxınlaşdırır. Və önemli, mühüm olan da şey qardaşlar, bütün ibadətlərdə olduğu kimi qurban kəsmək ibadətində də mühüm olan o əməlin qəbuludur. O əməlin qəbul edilməsidir. Və bunun şərti də ixlasdır. Bunun şərti ixlasdır. Yəni etdiyin əməlləri Allah üçün edilməsi, göstərişlə başqaları üçün deyil. Ona görə Allah subhanahu wa ta'ala Maide surəsində Adəm əleyhissalamın oğlanlarının qissəsini xəbər verir və deyir ki, وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْنِ آدَمَ بِالْحَقِّ Allah Teala buyurur, onlara Adəmin iki oğlunun qissəsini gerçək olaraq danış, bəyan et. Nədir o qissə? Allah Teala deyir, İz qarrabə qurbənə fətuqubbillə min əhədihimə və ləm yutəqabbəl minəl-əxar. Allah Teala deyir ki, onlar Adəmin iki oğlu qurban təqdim etdilər Allaha. Hər ikisi də Allaha qurban gətirdilər, qurban təqdim etdilər. Birindən qəbul oldu, o birisindən isə qəbul olmadı. Demək ki, məsələ qəbul məsələsidir. Bəli, bugün hər kəs qurban kəsə bilər.
Bugün hər kəs sədəqə edə bilər. Bugün hər kəs namaz qıla bilər. Lakin qəbul barədə düşündünüzmü? Allah Teala deyir ki, qurban təqdim edir. Demək ki, məsələ sadəcə əməlləri zahiri şəkil olaraq icra etməkdən ibarət deyil. Məsələ daha dərindir, daha mənalıdır. Çünki Allah Azza və Cəllə buna layiqdir. Allah Teala deyir ki, birinin qurbanı qəbul olundu. O birisininki qəbul olmadı. Və dedi ki, kimin qurbanı qəbul olmuyor? Baxın, yəni insanda olan o hirs, paxıllıq, rəqabət, dünyəvi şeylərdə özünün üstün olmağını görmək. Dedi ki, qurbanı qəbul olmayan qardaş öz qardaşına لَأَقْتُلَنَّكَ mən səni öldürəcəm. Görün, qəzəb və şəhvət qüvvəsinə tabi olmağın səmərəsidir bu. Mən de səni öldürəcəm. Amma qardaşı nə deyir ona? İnnəmə yətəqəbbəlullahu minəl muttəqin. Allah müttəqilərdən qəbul edir. Yəni sən məni niyə öldürürsən ki? Məsələ mənim əlimdə olan məsələ deyil. Məsələ zahiri şəkil deyil. Allah Taala'nın qəbuludur söhbət. Allah Taala müttəqilərdən qəbul edir. Müttəqilərdən. Yəni Allahdan qorxaraq başlanğıc olaraq əməllərində riyakarlıq etməyənlərdir. Əməllərini kiməsə, nəyəsə görə etməyənlərdir. Çox qəribədir ki, bugün hətta qurbanda belə riyakarlıq edənlər var. Yəni qurbanı belə göstəriş edənlər var. Baxırsan ki, nə qədər qurban kəsdiyini, hansı növdən kəsdiyini, kimlərə dağıtdığını, hara verdiyini, hamısı reklam olunur. Hətta qurban ətləri verilən insanlar belə göstərilir, bəyan edilir, hər kəsə yayılır. Niyə? Nəyə lazımdır bu şeylərin edilməsi? Əməlini gizli tut. Qorx Allahdan. Çünki əgər riya daxil olarsa, göstəriş daxil olarsa, xalis olmaq vəsfindən əməl çıxır. İnnəmə yətəqəbbəlullahu minəl muttəqin. Allah Teala yalnız təqvalı olanlardan, Allahdan qorxanlardan qəbul edər. İxlaslı olanlardan qəbul edər. Allah Subhanahu Teala əməllərimizi qəbul etsin. Allah Azza və Cəllə bizləri riyakar deyil, ixlaslı qullardan etsin. Allah Subhanahu Teala möminlərin bayram günlərinə bərəkət versin. Allah Azza və Cəllə dünyanın hər yerində möminləri sevindirsin. Allah Subhanahu Teala möminlərə yardım olsun. Allah Subhanahu Teala xəstə müsəlmanlara şəfa versin. Allah Azza və Cəllə etdiyimiz əməlləri bizdən qəbul etsin. Allah Subhanahu Teala dünyasını dəyişən möminlərə rəhm etsin. İbadallah, innallah ya'muru bil adli vel ihsan ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'izukum la'allakum tezekkerun. Vezkurullaha yazkurukum veşkuruhu ala ni'amihi yazidkum ve la zikrullahi akbar. Vallahu ya'lemu ma tasna'un ve aqimus salat.